Bu ki və zina yurisul fəqr. Allah eləməsin bir cəmiyyətdə kimsə bu murdar əmələ, bu pis yola gedərsə, zinakar bir şəxsin həmişə ruzusu az olar. Yurisul fəqr. Allah o evə fəqiri gətirər. Və bu davanda bu ki və izharul hirs yurisul fəqr. Tamahkarlığı insan aşkar surətdə göstərməli də yurisul fəqr, fəqirliyi gətirər. Buradakı buyurulur, hədisdə ki buyurulur, izharul hirs, tamahkarlığı aşkar göstərmək. Bəzən görürsən, tamahkarlıq hissi insanın daxilində olar. Bəzən də görərsən, insanın o qədər dünya malına həris olar ki, əməllərindən, onun danışdığı sözlərlə, onun tamahkarlığın müşahidə etmiş olarsan. Bunu ki, kimsə bu tamahkarlıq hissin açıq-aşkar şəxslərin müqabilində tamahkarlığını göstərərsə, yurisul fəqr. Bu əməl insanı qətli fəqirliyə çıxardar. Və nəvmu beynəl işaəyn yurisul fəqr. Çox yatmaqlıq dinimizdə məşruhdur. Lakin hədisdə burada buyurur ki, məğrib və işa namazları arasında yatmaqlıq fəqirliyə gətirər. İnsan şah namazını qılar, gedə bir saat yatar, sonra bir saat sonra gələr, xiftəsini qılar. Buyurur ki, iki namazlar arasında qatmaqlıq yurisul fəqr, fəqirliyə gətirir. Və tərkut təqdir fil məişə yurisul fəqr. İnsan maddi işlərində, ev işlərində olsun, fərq etməz. Əgər qənaətçili olmasa, yurisul fəqr, bu fəqirliyə gətirir. İnsan görürsən, naz niməti gətirib qoyar süfrəyə, o naz nimət süfrədən artıq qalanın atarlar gedər. Qənaət, israfçılıq eləyərlər. Buyurur ki, bu əməl yurisul fəqr, fəqirliyə gətirər. Və qati'atur rahim yurisul fəqr. Qohum və əqrabalarla əlaqəni kəsmək də fəqirliyə gətirər. Görürsən, insan deyir, əmin pisdir, əlaqəni kəsir, əmək qutardım ondan. Dayım pisdir, xalan pisdir, deyir ki, bu əməl insan qonşuları ilə, qohumları ilə əlaqəni kəsərsə əgər, yurisul fəqr, fəqirliyə gətirər bu əməl. Və kəsrətul istima'i ilə ğina yurisul fəqr. Bir insan musiqiyə, hansı musiqiyə, hər musiqi ki yox ha. O musiqi ki ğinadır, haram musiqidir, insanın şəhvətini oyadar, insanın bədən üzvlərini oynatmağa çalışar. Buyurur ki, çox ğinaya, musiqiyə qulaq asmaqlıq fəqirliyə gətirər. Və raddus sail billəl yurisul fəqr. İnsan gecə yarısı fəqri, dilənçini boş geri qaytararsa fəqirliyə gətirir. Adi vaxt əgər insan fəqri, dilənçini boş qaytarsa, savabının əldən vermiş olar. Amma gecə yarısı qapı döyən dilənçini boş geri qaytarsan, raddus sail billəl, gecə yarısı dilənçini boş geri qaytarmaqlıq səbəb olar ki, yurisul fəqr, evlərimizdən bərəkət gedər, fəqirlik gələr.